abituriyentler. Bugün sizin için bir sınaq işləyəcəm. Bu sınaq ikinci qruplara aiddir, amma birinci qruplarda faydalana bilər. Deməli, sınaqda nədən bəhs edəcəyik? Birinci sualdan başlayırıq. Birinci sualda bizə deyir ki, A çoxluğunun B çoxluğunun kəsişməsi NA-MB-yə bərabərdir. Məsələn, burada çoxluqları biz qeyd eləsək, bu A çoxluğumuz, bu B çoxluğumuz, bu ortada kəsişmədir. Ortadakı kəsişməyə x deyək, digərinə A, B deyək. Və bizə deyir ki, x bərabərdir A üstəgəl x çıxılsın B üstəgəl x-ə. Buradan x bərabərdir A üstəgəl x çıx B minus x, x-lar gedir, x bərabər olur A çıx B-yə. Və bizə deyir ki, birləşmə 16-dır. Yəni A üstəgəl x üstəgəl B bərabərdir 16-ya. Buradan x-in yerinə A minus B-ni gətirib qoysaq, alınacaq A üstəgəlsin A minus B üstəgəl B bərabərdir 16-ya. Buradan da B-lər gedəcək, geridə qalacaq 2A bərabərdir 16-ya, A da bərabərdir 8-ə. İndi A çoxluğumuzu 8 olduğunu tapdıq, amma bizdən B çoxluğunu istəyir. B çoxluğu nədir? X plus B. A çoxluğumuz 8-dirsə, bura gətirib yerinə qoyunda 8 üstəgəl x plus B bərabərdir 16-ya. Deməli, 8 üstəgəl 8, 16 olmalıdır. Cavab eləyəcək B variantı. İkinci sual. Düzbucaqlı trapesiyanın çəkək şəklini oturacaqları 3 və 27-dir. Buradan belə bir xətt çəksəm, burada 3 olacaq, burada qalacaq 25. Onun diagonalları perpendikülər olarsa, trapesiyanın hündürlüyünü tapın. Aha, heç buna ehtiyac yoxmuş. Diagonallar perpendikülər olarsa sözü varsa, avtomatik hündürlük bərabərdir, h bərabərdir kök altında, deməli, A vur B-yə, yəni AB vur BC vur AD-yə, yəni oturacaqların hansına. Bu da eləyəcək 9. Avtomatik hündürlüyümüz 9-dur deyəcək A variantı. Keçirik növbəti 3-cü suala. Deyir, A kvadratı kiçikdir A-dan. Bu nə zaman mümkün olar? Təbii ki, A ədədimiz 0 ilə 1 arasında olarsa. O zaman deyir, 5A üstəgəl 1 ifadəsinin ala biləcək qiymətlərin cəmini tapın. Gətirib burada yerinə qoyaram. Deməli, A ədədim 0 ilə 1 arasındadırsa, öncə ifadəni 5-ə vuraram hər tərəfi. Eləyəcək 0 kiçikdir 5A kiçikdir 5-dən və üstünə 1 gələrəm. Eləyəcək 1 kiçikdir 5A üstəgəl 1 kiçikdir 6-dan. Və salam, ala biləcək qiymətlərin cəmini tapın. Deməli, 1 ilə 6 arasında hansı ədədlər var? 2, 3, 4, 5. Bunların cəmini istəyir. Cəmi olacaq 14 C variantı. Tərniklər sistemində x çıx y istəyir bizdən. Öncə nə edəyərəm? Yuxarını 2-yə vursam 4x çıx. Ya da tərəf-tərəfə toplasaq. Tərəf-tərəfə toplasaq görün nə verir? 2x üstə x kəndi 3x minus y üstəgəl minus 2y minus 3y bərabərdir 21-ə. Hər tərəfi də 3-ə böldükdə x minus y bərabərdir 7-yə y variantı. Keçirik 5 nömrəli suala. Ağacın hündürlüyü il ərzində 30% artaraq 65 metr olmuşdur. Deməli, bu x idi hündürlüyü. O 30% artıbsa, deməli 130% artıb. Bərabər olub 65-ə. Burada sıfırlar gedir. Bundan bu gedir, qalır 5. X də bərabərdir 50-yə. Deməli, öncə 50 imiş, sonra 65-ə qalxıb. Keçirik 6 nömrəli suala. Çox ədlin vuruqlara ayrılır. Burada yazaram x üstündə n vur x üstü 3. Çıx x üstü n. X üstü n-i çıxardanda geridə qalır x kubu minus 1. Bu da müxtəsər vurma düsturundan açılanda x minus 1. X kvadratı üstəgəl x üstəgəl 1. Buna da uyğun gələn cavab A variantında var. Keçirik növbəti suala. Nə deyir? Düzbucaqlı üçbucağın katetlərindən biri 12-dir. Hipotenuza çəkilmiş median 10 minus A-dır. Deməli, avtomatik olacaq. Bura median neydi? Tərəfi yarı bölürdü. Bura 10 minus A-dırsa, elə burada 10 minus A, burada 10 minus A-dır. Üçbucağın sahəsini istəyir. İndi baxırıq nəyə? Avtomatik bura 20 minus 2A olacaq, bura 12 olacaq. Düzbucaqlı üçbucağın katetlərindən biri 12. Hipotenuza çəkilmiş median hipotenuzu yarı bölürdü 10 minus A-dır. Üçbucağın sahəsi nəyə bərabərdir deyirsə, üzr istəyirəm, burada doğru oxumadıq. 10-a bərabərdir deyir. 10 minus A-ya yox, 10-a bərabərdir. O zaman burada olacaq 12, bura median 10, avtomatik bura 20 olacaq. Digər kateti tapa bilərik. Digər katetimiz neçə olacaq? 16 olasıdır.
və sahəni istəyirsə sahə 12 vur 16 böl 2, yəni 96 D variantı olacaq. Keçirik indi növbəti suala. İfadənin qiyməti 1-ə bərabər olarsa n-in qiymətini tapın deyir. Bu ifadə 1-ə bərabər. Demək kök altında 3x minus n üstəgəlsin 3n minus 4 deməli 5n üstəgəl kök altında n minus 3x-ə bərabərdir ki, bu ifadə 1-ə bərabərdir. Onda gəlin kökləri bir tərəfə keçirək. Kök altında 3x minus n çıx kök altında n minus 3x bərabərdir 5n çıx 3n üstəgəl 4-ə. Burada hər tərəfi kvadratı yüksəldərik. Bizə nəyi verəcək? Birincinin kvadratı eləyir 3x minus n. Çıxılsın 2 vurulsun birinci vur ikinci. Yəni 3x minus n vur n minus 3x. Üstə gəlsin ikincinin kvadratı n minus 3x bərabərdir nəyə? 5n minus 3n eləyir 2n. 2n plus 4-ün mərtəzə kvadratına. Bir dənə uşaqlar burada gəlin bu hissəni silək. Bu çünki düz metoddur. Uzun metoddur. Gəlin sizə daha qısa metodunu göstərim. Yəni çünki burada indi gördüm ki, daha qısa metodu var. Bax, bir şey fikir verin. Görürsünüz, bunlar bir-birinin kökün altı tərsidir. 3x minus n müsbətsə, deməli, digər mənfi olacaq. Kök altında mənfi mənası yoxdur. Deməli, bunlar bir-birinə bərabər ifadələrdir. Yəni 0-dır. 3x minus n bərabərdir. O zaman 3x n-ə bərabər olur. Avtomatik bunlar 0-dırsa, bunlar geçsin. Geridə nə qalacaq? 3n minus 4 böl 5n bərabərdir 1-ə. Çarpaz vuranda 3n minus 4 bərabərdir 5n-ə. N-i bu tərəfə keçəndə mənfi 4 bərabərdir 5n minus 3n-ə. Yəni 2n bərabərdir mənfi 4-ə. N də bərabərdir mənfi 2-yə. Yəni bu şəkildə uşaqlar. Yəni buna diqqətli olun ki, işiniz daha asan olsun. Keçək 9-cu sualı. İlk n həddinin hasili düsturlu hesabları ardıcılı 5-ci həddini tapın. Bunu tapmaq üçün bir-bir yazacaq. N1-i, H1-i taparam. 5 vurulsun 3 üstü 1 vur 1 faktor. Bu da eləyir 15. 2-ni taparam. Eləyəcək 5 vur 3 üstü 2 2 faktor. 3 üstü 2 9-dur. 5 vur 2-ni 3-ə vuranda 9. Ardıcılığın 5-ci həddini istəyirsə elə birbaşa 5 qoyub yaza bilər əslində. Neçə eləyəcək burada? 9 böl 2. Bu da eləyəcək 45 böl 2, yəni 22,5. 3-ü tapanda h3-ü 3 qoyacam yerinə. 5 vur 3 üstü 3 və 3 faktor. Bu da eləyəcək 6-da 5 vur 27. Bu da 3-lər ixtisar gedir. Qalacaq 5 vur 9, 45 böl 2. Yenə eyni şey gəldik. 4h4-ü tapsaq. Eləyəcək 5 vur 4 üstü 3 üstü 4 4 faktor. Bu da eləyəcək 24-də 5 vur neçə? 3 üstü 4 81. 3-ə ixtisar gedər. Qalar 27. 3-ə böldükdə qalacaq 8. Bu şəkildə yəni. Bir də H5-i tapaq. H5-də olacaq 5 vur 3 üstü 5 böl 4 5 faktor. Bu da açarıq. 5 vur 4 vur 3 vur 2 vur 1 kimi. 3 üstü 5'də 3 vur 3 vur 3 vur 3 vur 3'dür. Bunlar getsə, 3'lər getsə, geridə qalacaq 3 üstü 4 böl 8. Aha, en həddin hasilini verib. Uşaqlar bir dəqiqə. Gəlin bu hissəni birdən silək. Deməli, nə edək? Gəl hamısını toplam siləm. Bax, burada n həddin hasil deyir axı. Deməli, H1 bir həddin hasilidir. Məsəl üçün B1-dir. H2 2 həddin hasilidir. B1 vur B2. Məsələn, H3 3 həddin. B1 vur B2 vur B3 vur H4 4 həddin. B1 vur, B2 vur, B3 vur, B4. Bir də H5 var. H5 də 5 həddin. B1, B2, B3, B4, B5. İndi buna baxın. Bu nədir? Elə H4-dür. Deməli, H5 bərabərdir. H4 vur B5-ə. Gəlin indi burada yerinə qoyaq. H5 nə idi? H5 5 qoyacağım yerinə. 5 vur, qara ilə yazım seçilsin. 5 vur 3 üstü 5 böl 5 faktor. Bərabərdir. 5 vur 4 3 üstü 4 vur 4 faktor. Vur B5'ə.
Burada 5'lər gedər. 5'in açılışı nədir? 5 vur 4 faktor. 4 faktorlar gedər. 3 üstü 5 ilə 3 üstü 4 gedər, geridə 3 qalır. Deməli, B5 nəyə bərabər oldu? 3 böl 5'ə. B variantı. Daha doğrusu A variantı. 10 nömrəli sual. Funksiyanın qiymətlər oblasına daxil olan tam ədədlərin cəmini tapın. Bax, qiymətlər oblasti nədir? Sinus ifadəsidir. Qiymətlərdə bizim ifadəmiz sinusun alacaqlardır. -1-dən -1 alır. Bir dəfə 4 çıx 1 qoyaram. Bir dəfə də 4 üstəgəl 1 qoyaram. Bu da eləyəcək 3 ilə 5. Tam ədədlərin cəmini tapın. Daxil olan tam ədədlərin cəmini tapın. 3 ilə 5'in cəmini istəyir 8 A variantı. Bir də 0 ala bilər axı. 4 üstəgəl 0. Bu da eləyəcək 4. Bunu da daxil eləyirik. Eləyəcək neçə? 10. B variantı. 12. 3 üstəgəl 5 üstəgəl 4 eləyir 12. D variantı. D. Ədədlər təmlin köklərdir. Kökü deyirsə, o zaman kökləri cəmləsək, kökü bizim cəmi verir 2. Hasildə verəcək 1 çıxılsın 7-ni, yəni -6-nı. Cavab eləyəcək neçə? C variantı. İfadənin qiymətini tapın deyir. Burada necə yazaram bunu? Hər tərəfi kvadrata yüksəldərəm. Alınacaq nə? A üstəgəl 2 kökdə A vur 1 böl kökdə A üstəgəl A. A-da 1 bərabər 9-a. Bunlar gedir. Bunu da bu tərəfə keçəndə A üstəgəl 1 böl A bərabər olur 7-yə. Bir dənə də kvadrata yüksəldəcəm. Alınacaq nə? A kvadrat üstəgəl 1 böl A kvadrat üstəgəl 2 bərabərdir 49-a. Bunun boyuna keçirəndə eləcə A kvadrat üstəgəl 1 böl A kvadrat bərabərdir 47-yə. D variantı. Şəkildə toxunanlardır deyir MNK. Və A-dan B-yə kimi məsafə 7, B-dən C-yə kimi məsafə 8, A-dan C-yə kimi məsafə 9 olarsa, MC parçasını tapın. Və buranı istəyir. Bura x-sə, burada x-dir. Bura y-sə, burada y-dir. Bura z-sə, burada z-dir. Nə deyə bilər indi? X üstəgəl y 9-dur. X üstəgəl z 8-dir. Y üstəgəl z də bərabərdir 7-yə. Və üçünün cəmi 2x üstəgəl 2y üstəgəl 2z də bərabərdir 24-ə. Buradan x üstəgəl y üstəgəl z 12-dir. Mənə deyir, nəyi tap? X-i tap. X-i tapmaq üçün y-dan z-in yerinə 7 qoyaram. X üstəgəl 7 bərabərdir 12, x də bərabərdir 5-ə. Bərabərsizdən neçə tam həlli var? Açaq 8 minus 7x 39-dan kiçikdir, -39-dan böyükdür. Bu da 8'e o tərəfə geçsəm, -39 çıx 8. Bu da eləyəcək 39 çıx 8. Bu da eləyir -47, -7x və 39'dan 8 çıxanda qalacaq 31. Buradan hər tərəfi -7'yə bölsəm, yerlər dəyişir. 47 böl 7, x və -31 böl 7. Neçə tam həlli var deyir. Burada neçə dəfə yerləşir? -4 tam neçəsədir? Bu neçədir? 6 tam neçəsədir? İndi deməli -4 tam neçəsədən kiçik ədəddən hansıdır? -4, -3, -2, -1, 0, 1, 2, 3, 4, 5 və 6. Neçə tam həlli var? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11 dənə. 11. 15 şəkildə mərkəzi koordinat başlanğıcında olan vahid radiusu çevrə və o x oxunun müsbət istiqaməti ilə yaranmış alfa bucağı verilmişdir. Sinus kvadrat alfanı tapın. Sinus kvadrat alfa bərabərdir. Deməli, vahid radiusu deyirsə, deməli, buradan bura kimi məsafə 1-dir. Radius 1-dir. Bura 3-dür, bura 1-dirsə, avtomatik burada 3-dür. O zaman nə edə bilərik? 1-in kvadratı üstəgəl 3-ün kvadratı eləyəcək kökətdə 10. Burada kökətdə 10-dur. İndi sinus kvadratı alfanı istəyirsə, sinus nəyə deyilirdi? Buranı istəyir də. Qarşıdakı katetin hipotenuza nisbəti, yəni 3 bölünsün kökdə 10. Bunun kvadratını istəyir. Bu da eləyəcək 9 bölü 10, yəni 0,9. 16 nömrəyə keçək. Düzgün üç bucaqlının
Düzgün çoxbucaqlı diaqonalların sayı tərəflərin sayından 3 dəfə çox olarsa, diaqonalların sayı nədir? N vurulsun n-3 bölünsün 2 bərabərdir. Tərəflərin sayından 3 dəfə çoxdur. 3n. Burada n'lər gedir. n-3 bərabərdir 6-ya, n bərabərdir 9-a. Daxili bucaqların cəmini istəyir. 180 vurulsun n-2. Bu da eləyir 180 vurulsun 7. 0, 6, 5 yadda, 100, 1260. Düzbucaqlı üçbucağın katetlərindən biri 80, hipotenuzu 100'dür. 100'dür, 80 ise avtomatik obsi 60'dır. Düzbucaq təpəsindən çəkilmiş hündürlük neçə olacaq? Hündürlük nəyə bərabər idi? Katetlərin hasili böl hipotenuz. Bu da eləyəcək 48. ABCD paralelogramında A 60'dır. Onda burada 60'dır. Onda bura 30'dur. Bura 120'dir. Bura 90'dır. Bu hissəyə neçə qalacaq? 90. İndi demədik ki, A'dan B'ye kimi məsafə 12'dir. Demək burada 12'dir. O zaman 30 bunun yarısıdır, 6'dır, 60'da 6 kökdə 3'dür. B'dən Y'ye kimi məsafə 3'dür. Paralelogram perimetri avtomatik bura 9'dur, burada 12'dirsə, perimetri nəyə bərabər olur? 12 üstə görə 9 vur 2'yə. Yəni 21 vur 2'yə, yəni 42'yə. Ədədi silsən ilk n həddinin cəmi verilmişdir. Silsən 7-ci həddini tapın. A7 bərabərdir S7 çıx S6'ya. Buradan A7 bərabərdir S7 nədir? 3 vur 7'nin kvadratı üstə gəl 7 çıx. S6 nədir? 3 vur 6'ın kvadratı üstə gəl 6 çıx 6 eləyir. Burada olacaq 3 vur 7'nin kvadratı 49. 3 vur 49 üstə gəl 7 çıx. 3 vur 36 çıx 6. 7'dən 6 çıxaram. 3 ilə də bunu çıxsaq bir-birindən. 3 çıxsa qalır 49, çıx 36, çıx 1, üstə gəl 1. 49'dan 36 çıxanda eləyəcək neçə? 13. 3'ü vuracam 13, 39, üstünə də 1 gələcəm, eləyəcək 40. 20-ci sual. Çevrənin uzunluğu 24 pi olarsa dairədə 30 dərəcəli mərkəbi bucağa uyğun sektorun sahəsi, sektorun sərfəsi pi r kvadratı alfa bölü 360'dır. Radiusu tapaq. Radiusu neçədir? 2 pi r 24'dürsə, 24 pi-dirsə, r avtomatik 12'dir. Все. 12 vur pi, pi'miz 3'dür. 12'nin kvadratı vur 3, vur alfa 30 bölü 360. Bundan bu ixtisar gedir 12 qalır. 12 ilə 12'nin biri ixtisar gedir, qalır 12 vur 3, yəni 36. 21 nömrəli sual. 2 natural ədədin hasili, yəni A-nın B-nin hasili 735'dir. Onların ortak olmayan sadə vurğuların hasili S bərabərdir 15'ə. Əbovu tapın. Əbovun düsturu neydi? Kökətdə AB böl S'yə. Bu da bərabərdir kökətdə 735 böl 15'ə. 735'i də 15'ə bölsək 4 dəfə yerləşir 60, 23. 235'də neçədə yerləşəcək 15? Baxsaq. 4, 5 dəfə yerləşməz miydi? Yerləşməzdi də. 13'ə 135'də o zaman. Yəni 235 yox, 135 eləyir. Bunda da 9 dəfə yerləşəcək 135'də. Cavab elir 49. Kökətdə 49'dan da 7 çıxır. Cavab 7'dir. Bir işi xəyal təklikdə 6 günə, Samirlə birlikdə 4 günə yetirdi. Demə 6'da 1 üstə gəl, Samirdə 1 bərabər 4'də 1'ə. Buradan Samirdə 1 tapmaq üçün 4'də 1'dən çıxacam 6'da 1'ə. Ortaq məxrac 12 qoyaram. Bu da eləyəcək 3 çıx 2, yəni 1. 12'də 1. Deməli Samir neçə günə yerinə yetirir? 12 günə. 2 yerə bölünmüşdür deyirsə, 7x üstə gəl 5x bərabərdir 60'a. 12x 60'dırsa x də 5'dir. Böyüyün 6 mislini tap. Böyüyü nədir? 7 vur 5, yəni 35. Onun 6 mislini istəyir, yəni 35'i vur deyir 6'ya, 210. Tənliyin kökləri x1, x2 olarsa, demək x1 ilə x2'nin cəmi nəyə bərabərdir? Mənfi 2'yə. Bəs hasil nəyə bərabərdir? Mənfi 1'ə. O zaman ifadənin qiymətini tapın deyir. Baxaq. Burada uşaqlar, bax, kvadratla kök gedir, qalır 2 vur, modulda x2, üstə gəl. Bununla bu gedir, modulda x1 minus x2, çıx,
Bununla bu gedir 4 vurulsun modulda x1'in kvadratını x1. İndi x1 sıfırdan kiçikdir deyirsə, o zaman modul mənfi açılacaq. Deməli 2x2 üstə gəl və digər müsbət hardan biri, çünki ifadəni vuranda mənfi cavabı apar. Deməli biri mənfi, biri müsbət imiş. Çıxılsın indi x1 mənfidir. Mənfidən müsbət çıxanda mənfi alınır deyə x2 çıx x1 qalır, çıx 4 x1 müsbətləşir avtomatik. Bu da bərabərdir. 2x2-dən üstünə x2 gəndə 3x2 çıx. Üstə gəl 3x1. 3'lər də gedir. x2 üstə gəl x1 qalır. Bu da eləyir mənfi 2. 3 vur mənfi 2 bizə verəcək mənfi 6-nı. Belə cavabımız mənfi 6 olacaq. Hesablayın deyir növbəti. 1 üstə gəlsin. 2-də 1 üstə gəl 4-də 1. Burada baxırıq ki, sonsuz azalan həndəsi silsilədir. Bunun Q-sü 2-də 1-dir. B1'i də 1'dir. S bərabərdir. B1 böl 1 minus Q. Bu da eləyir. 1 böl 1 çıx 2-də 1. Cavab eləyəcək 2. Belə uşaqlar, təkrar sınaq idi sizin üçün. Vahid Mustafayevin hazırladığı bir sınaqlardandır. Burada arxada cavablar var. Özünüz də təkrar baxa bilərsiniz. Aydın olmayan sualınız olarsa müraciət eləyərsiniz. Və abunə olmağı unutmayın ki, daha çox video ilə qarşınıza çıxa bilək. Hər birinizə də bu bazar günü olan imtahanda uğurlar.